Hökumət mediasının saçdığı bir şad xəbər başlığı məni təəccübləndirmədi. Ona görə təəccübləndirmədi ki, dərhal xəbərin özünü oxudum. Xəbərdə deyilən şad xəbərin nədən ibarət olduğunu bildim. Sən demə, bu ay pensiyalar çox yubadılmayacaq, aşağı yuxarı bircə həftə yubanma ilə olsa da hamıya veriləcək. Bu, dövlətin əhalinin müəyyən qrupu ilə oynamasıdır, rəqs etməsidir, amma bu sənə də bundan ibarət olsun ki, dövlət çapan çalacaq, pensiyaçılar da bankomatların həndəvərində dövrə vurub rəqs edəcəklər. Pensiyaların vaxtında yaxud bir həftə 10 gün yubadılma şərti ilə veriləcəyinin şad xəbər kimi rəsmi ritorikanı bulaşdırdığı bir ölkədə yaşayır Azərbaycan sakinləri. İlk növbədə onu demək istəyirəm ki, pensiyaların gecikdirildiyi hər gün Əliyevin ailə bankı olan Kapital Banka milyonlar qazandırır. Bunu mütləq yadınızda saxlayın və hesab etməyin ki, Azərbaycan təqaüdçilərinin də pulunu verə bilməyəcək qədər yaman günə düşüb hökumət, Azərbaycan hökuməti yəni. O təqaüdləri saatına qədər dəqiq vaxtında köçürə bilərlər, amma köçürmürlər və bu sadəcə məzələnmək deyil, kommersiyadır. İnsanların çörək puluyla, dərman puluyla özünə kommersiya planı yürütməkdir. Amma ümumiyyətlə götürəndə Azərbaycan iqtisadiyyatı sıfır durumunda stasionarlaşıb, stasionar müalicəyə ehtiyacı var. Çünki baş nazir də oğrudur, prezident də oğrudur, prezidentin birinci muavini də oğru kimi bir nəsnədir. Yəni daha artığıdır. Təsəvvür edirsiniz, baş nazirin korrupsiya sxemi rəsmi mətbuatda veyillənir, amma baş nazir də gedib iqtisadi müşavirələr keçirir ki, daha hardan və necə çırpışdırmaq olar ki, növbəti sxemləri gizlətmək mümkün olsun. Bərbaşdan da bəyan edim ki, Azərbaycan iqtisadiyyatı daha düzəlməyəcək. Lap neftin qiyməti 200 dolları keçsə də düzəlməyəcək. Aza qani olan əhali zümrəsi yaradıldığına görə də yox, sadəcə olaraq iqtisadiyyata nəzarət edənlərin anlayışlarının daşlaşmasına görə. Onlar iqtisadiyyatı öz ailələrinin mal varlığı kimi anlayırlar. Bu mal varlığı artırsa, deməli, iqtisadi durum yaxşıdır, əladır, müsibətdir. Şərlənərək həbs edilən və DTX zindanında saxlanılan müxalifət lideri Əli Kərimli isə ictimaiyyət üçün açıqlama verərək iqtisadi böhranla bağlı həyəcanlı mövqe bildirib, açıqlamada deyilir. Yenə də Azərbaycan iqtisadiyyatı ilə bağlı məyus edici məlumat aldım. Dünya Bankının hesabatına görə qarşıdakı 2 il ərzində Azərbaycanda iqtisadi inkişafın sürəti nəinki Cənubi Qafqazdakı qonşularımızdan, hətta Orta Asiya dövlətlərindən də az olacaq. Çox təəssüf ki, bu artıq son illərin davamlı tendensiyasına çevrilir. Həftələr öncə yayılmış məlumatdan bilirik ki, Azərbaycan iqtisadiyyatı bu ilin birinci rübündə 0,3% geriliyib, qonşu Gürcüstanda və Ermənistanda isə uyğun olaraq 8,4% və 7,4% artım müşahidə edilib. Ümumiyyətlə, 2-ci Qarabağ Savaşından sonra Azərbaycanda sosial-iqtisadi vəziyyət ardıcıl olaraq ildən ilə pisləşir. Təbii sərvətlərlə zəngin, zəhmətkeş və qalib Azərbaycan xalqı bu qədər ağır sosial məşəqqətlərlə yaşamağı haqq etmir. Azərbaycan xalqının gedərək artan sosial çətinliyi birbaşa hakimiyyətin səhv idarə etməsi ilə bağlıdır. Rejim ölkədə mətbuatı susturub məhv edib, danışan ictimai-siyasi fəalların əksəriyyətini həbs edib ki, həqiqət xalqdan gizlədilsin. Sosial şəbəkə fəalları əllərində olan imkandan istifadə edərək xalqımıza izah etməlidir ki, yaşadığımız və yaşayacağımız sosial çətinliklərin səbəbi Azərbaycandakı tək adam hakimiyyətidir. Ölkəmizdə rəqabət mühitinin olmaması, məhkəmə hakimiyyətinin, parlamentarizmin, azad seçki institutunun məhv edilməsi həyata keçirilən sərt repressiyalardır. Məhz bu səbəblərə görə ölkəmizə xarici investisiyalar gəlmir, yerli investisiyalar ölkəni tərk edir və burada fəaliyyət göstərən sahibkarlar da monopoliya və korrupsiya sistemi ilə boğulur. Bütün bu səbəblərdən indi Azərbaycan nəinki Cənubi Qafqazın, hətta Cənubi Qafqaz və Orta Asiyanın birlikdə ən az sürətlə inkişaf edən ölkəsinə çevrilir.
Bu elə bir qlobal məsələdir ki, yaşından, cinsindən, varlı və ya kasıb olmağından, siyasi mənsubiyyətindən asılı olmayaraq Azərbaycanlıların hamısını narahat etməlidir. Çünki söhbət təkcə bugünümüzdən yox, həm də sabahımızdan gedir. Ona görə də xalqımız fərqində olmalıdır ki, hüquq, azadlıq və ədalət təkcə bizim mənəvi tələbimiz deyil, həm də inkişaf və firavanlığın təməlidir. İlham Əliyev də deyib ki, Azərbaycan əhalisi əvvəlki illərlə müqayisədə daha da yaxşı yaşayır. Ölkə iqtisadiyyatı 4 dəfə böyüyüb, 10 milyon ölkə əhalisinin maksimum 5%, yəni 500 min əhali işsizlikdən və yoxsulluq və işsizlikdən əziyyət çəkir. 9.5 milyondan çox ölkə əhalisinin isə rifahı yüksək formadadır. İlham Əliyev bu sözləri bilirsinizmi harda deyib? BMT-nin Asiya və Sakit Okyan üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyasının iştirakçılarına müraciətində. Mən Əliyevin bu bəyanatını hoydu-hoyduya götürməyin tərəfdarı ona görə deyiləm ki, o zaten hər zaman yalan danışır. Bir daxı əlimin altında bu bəyanatı yerin dibinə soxan bir faktura da var. Elə hökumət arsenalında keçirilən bir sorğudan belə çıxır ki, Azərbaycanda əhalinin 68% iş axtarır. Sorğuda iştirak edənlərin cavabı belədir. Əlbəttə, bütün sorğuların xəta payı var. Üstəlik, baxır bu sorğular harada keçirilir. Xəta payı adətən 5-7% ola bilir. Qoy olsun lap 30%, hətta 40% xəta payı olsa da İlham Əliyev yenə də 10 dəfə yalan danışır.